Bir kadına aşık olma. Eğer o kadın kitap okuyorsa, həddindən artıq duyur, hiss eləyirsə, yazı yazırsa, təhsilli, həyat dolu, çılgın bir qadındırsa, əsla və əsla o qadına aşık olma. Düşünən, nə düşündüyünü bilən, öz ayaqları üstə durmağı bacaran bir qadına aşık olma. Özünə, sözünə əmin olan bir qadına əsla aşık olma. Sevib sevilərkən gülən və ya ağlayan, ruhunu bədənə dönüşdürməsini bilən bir qadına aşık olma. Hələ şeir, sənət sevən bir qadına heç də aşık olma. Çünki ən təhlükəli qadınlar da elə olardı. Bir tabloya saatlarla baxa bilən, musiqi olmadan yaşaya bilməyən bir qadına aşık olma. Dünyanın gəliş gedişi ilə maraqlanan, üsyankar və ədalətsizlikdən qorxu duyan bir qadına aşık olma. Filmlər izləməkdən xoşu gələn bir qadına aşık olma. Özünün, varlığının fərqinə varmadan, öz gözəlliyinə inanan, güvənən bir qadına aşık olma. Yaşamı sevən, ağıllı və sayğılı bir qadına əsla və əsla aşık olma. Nəbadə, əsla və əsla belə bir qadına heç vaxt aşık olmaq belə istəmə. Çünki əgər belə bir qadına nə vaxtsa aşık olsan, o sənin olsa da, olmasa da, səni sevsə də, sevməsə də, sən ondan əsla və əsla əl çəkə bilməyəcəksən.